Hər vaxtınız xeyir olsun əziz dinləyicilər. Azad Azərbaycan radiosunda Bunu Bilmək Vacibdir rubrikasını dinləyirsiniz. Bugünkü rubrikamız dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunur. Gəncədə bir günəş doğdu. Bu doğuş ölməz bir dahinin, sönməz bir günəşin, Gəncədə dünyaya göz açdığını bütün bəşəriyyətə xəbər verdi. Bu dahi, şərq poeziyasının əbədi günəşi Nizami Gəncəvi idi. Dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya poeziyasında yeni epik romantik janrın banisi Nizami Gəncəvi 1141-ci ilin avqust ayında doğulub. Nizaminin əsl adı İlyas, atasının adı Yusif, babasının adı Müəyyətdir. Ənənəyə görə müdrik, alim bir insan, nüfuzlu sufi kimi şairi Şeyx Nizami Gəncəvi adıyla çağırıblar. Nizaminin yaşadığı dövrdə məlum olan bütün elm sahələrinə dərindən bələd olması, onun ən yaxşı mədrəsələrin birində hərtərəfli təhsil aldığını göstərir. Türk dilindən başqa ərəb və fars dillərində də mükəmməl danışan şair, qədim Yunan tarixi və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini də dərindən bilirdi. Nizami yalnız Azərbaycan ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Dünya ədəbiyyatı tarixinə Nizami Gəncəvi məsnəvi formasında yazdığı 5 poemadan ibarət xəmsə müəllifi kimi daxil olub. 1177-ci ildə bitirdiyi Məxsənül Əsrar, Sirlər Xəzinəsi adlı ilk poeması şairə böyük şöhrət qazandırdı. Nizami bu poemanı Ərzincan ölkəsinin hökmdarı Fəxrəddin Bəhramşah İbn Davuda həsr etmişdi. İraq Səlcuq Sultanı 3-cü Toğrulunun sifarişi ilə qələm aldığı Xosrov və Şirin poemasını şair 1180-ci ildə bitirib. Poema 2-ci Xosrov Şahın Alban şahzadəsi Şirinə olan faciəli məhəbbətinə həsr edilib. 1188-ci ildə Şirvan hökmdarı 2-ci Ahsitan şairə Leyli və Məcnun mövzusunda bir əsər yazmağı sifariş edir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də, oğlu Məhəmmədin təkidi ilə təklifi qəbul edib, qısa müddətdə Leyli və Məcnun poemasını yaradır. Poemada Qeys və Leylinin məktəbdə başlayan və uzun illər davam edən sevgisindən bəhs edilir. Nizamidə şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadə ilə desək, ahəngdar bir ideologiya və dünya görüşü sistemindən ibarətdir. Bu elə bir sistemdir ki, 870 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir. 1196-cı ildə Nizami 4-cü poemasını Axsunqurilər sülaləsindən olan Əla Əddin Körpə Arslanın sifarişi ilə yazdığı 7 gözəl əsərini bitirir. 7 gözəl nağılvari bir poemadır. Şair burada Sasani hökmdarı Bəhramgürün sərgüzəştlərindən bəhs edir. Ömrünün sonlarına yaxın Nizami bütün ədəbi estetik, ictimai fəlsəfi görüşlərini yekunlaşdırdığı sonuncu əsərini yazır. Şairin İskəndərnamə adlandırdığı bu əsər 2 hissədən ibarətdir: Şərəfnamə və İqbalnamə. Bütün xəmsə boyu şairin elm, şeir sənətinin qanunları, musiqi nəzəriyyəsi, təbiət haqqında böyük filosofların fikirləri ilə səsləşən mühakimələri özünü göstərir. Nizami Gəncəvinin poemalarını əsasən Azərbaycanın və müəyyən qədər şərqin musiqi həyatının bütün sahələrinə dair ətraflı məlumat almaq olar. Nizami muğamlardan, təsniflərdən, xalq mahnılarından, musiqiçilərdən, rəqqasələrdən və bir çox musiqi alətindən bəhs edir. O, melodiya, lad, ritm, harmoniya kimi musiqi islahatlarını işlədir. Pərdənin ucunu qaldırıb Canan dedi: "Gəlsin biri çalğıçılardan, bu dərgahda gəlsin, cənglə otursun. Halıma ahəngdar bir mizrab vursun." Bu sətirlərin yazıldığı vaxtdan 800 il sonra dahi Üzeyir Hacıbəyli şairin bu çağırışına səs verir və onun kədərinin bütün ağrılarına uyğun gələn Sənsiz və Sevgili Canan kimi romanslarını bəstələyir. Hüsnün gözəl ayətlərin sevgili canan, olmuş bütün aləmdə sənin şənine şayan, gəl eylə nəvazi. Nizami 1209-cu ildə, mart ayının 12-sində 68 yaşında dünyasını dəyişib. Şairin vəfatının dəqiq tarixi 1930-cu illərdə tapılan baş daşına əsasən müəyyənləşdirmək mümkün olub.
Başdaşında bu sözlər yazılıb. Bu, müqəddəs Şeyx Nizaməddin Mövla Əbu Məhəmməd İbn İlyas İbn Yusif İbn Zəkinin qəbridir. O, 605-ci ildə orucluq ayın 4-cü günü Allahın rəhmətinə getdi. Estetik fikrin gözəllik və qəhrəmanlıq prinsiplərini yaradıcılığında tətbiq edən Nizami, ideal gözəllik, ideal qəhrəmanlıq, ideal məhəbbətin bir sıra əbədi obrazlarını yaratdı. 2001-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi tamam olub. Nizami Gəncəvi, bu şərəfli ad onun dərin mənalı, dəyərli əsərlərində yaşayır və əbədi olaraq yaşayacaq. Azad Azərbaycan radiosunda bunu bilmək vacibdir rubrikasını dinlədiniz. Hələlik.